Rusiya Ural və Sibir bölgələrini əhatə edən mərkəzi hərbi dairədə yerləşən mülki hava limanlarından A-50U tipli uzaq mənzilli radiolokasiya aşkarlama və idarə etmə təyyarələrinin yerləşdirilməsi üçün istifadə etməyə başlayıb. Peyk görüntülərini təhlil edən Avivektor analitik qrupunun məlumatına görə bu təyyarələr hədəfə çevrilməmək üçün tez-tez yerlərini dəyişirlər. 4 iyununa olan məlumata əsasən Ivanovo vilayətində, Ukrayna sərhədindən təxminən 700 kilometr məsafədə yerləşən Ivanovo-Severna aviabazasında A-50U təyyarələrinin cəmləşdiyi müşahidə olunub. Analitiklərin iddiasına görə burada 8 A-50 təyyarəsi yerləşdirilib. Daha bir təyyarə Ukraynadan təxminən 2300-2400 kilometr uzaqlıqda Komi Respublikasında yerləşən Vorkuta Sovetski aviabazasında aşkar edilib. Bundan əlavə 3 A-50U təyyarəsi mülki hava limanlarında qeydə alınıb. Tataristan Respublikasındakı Begishevo hava limanında, Çelyabinsk hava limanında və Xantı-Mansi Muxtar dairəsində yerləşən Nijnevartovsk hava limanında. Uzaq mənzilli radiolokasiya aşkarlama və idarə etmə təyyarəsi 2026-cı il iyunun 1-dən 2-sinə keçən müddətdə Çelyabinsk hava limanına gəlib. Bundan əvvəl həmin hava limanında 2 A-50U yerləşdirilmişdi. Militarni hərbi portalı əlavə edib ki, 2026-cı ilin may ayında Rusiyanın ən böyük hava limanları holdingi olan Regionların Hava Limanları şirkətinin baş direktoru Yevgeni Chudnovski tərəfindən Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış məktub şirkətin saytında dərc olunub. Məktubda Chudnovski mülki hava limanlarında hərbi texnikanın yerləşdirilməsindən şikayət edib. O bildirib ki, Rusiya Təhlükəsizlik Qurumları qanunsuz olaraq mülki infrastruktur obyektlərini zəbt edir və hava limanlarının ərazisində hərbi texnika, döyüş təyyarələri və sursat yerləşdirirlər. O, həmçinin işçilər üzərində sistemli təzyiqlərin göstərildiyini və müəssisələrdə qorxu mühitinin hökm sürdüyünü vurğulayıb. Xatırladaq ki, ötən ilin 1 iyun tarixində Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ərazisinin dərinliklərində yerləşən bombardmançı təyyarələri məhv etmək məqsədilə geniş miqyaslı xüsusi əməliyyat həyata keçirmişdi. Hörümçək toru adlandırılan bu əməliyyat zamanı icarəyə götürülmüş yük maşınları vasitəsilə pilotsuz uçuş aparatları Rusiyanın strateji aviasiya bazalarına çatdırılmışdı. Əməliyyat nəticəsində Ukrayna tərəfinin məlumatına görə, Rusiyaya məxsus 41 strateji təyyarə, o cümlədən Tu-95MS, Tu-22M3 bombardmançıları və uzaq mənzilli radiolokasiya aşkarlama təyyarələri məhv edilmişdi. Ümumilikdə, təcavüzkar ölkə döyüş qabiliyyətinə malik strateji bombardmançı parkının 1/3-ə qədər hissəsini itirmiş ola bilər. Rusiya tərəfi isə itkilərin dəyərini təxminən 26,7 milyon dollar olaraq qiymətləndirib. Bu hadisələrdən sonra Rusiya təyyarələri gizlətmək üçün yeni üsullar axtarmağa başlayıb, həmçinin qırıcı və bombardmançı təyyarələr üçün xüsusi qoruyucu sığınacaqlar inşa etməyə girişib. Bütün bunlar Rusiyanı öz hərbi təyyarələrini Ukrayna sərhədindən yüzlərlə kilometr uzağa köçürməyə məcbur edib. Rusiya rəsmiləri və hərbi blokçular genişmiqyaslı müharibə boyunca ölkə rəhbərliyini Ukrayna pilotsuz uçuş aparatlarının zərbələrindən hərbi infrastrukturu lazımi səviyyədə qoruya bilmədiyinə görə dəfələrlə tənqid ediblər. Müharibənin öyrənilməsi institutu analitiklərinin fikrincə, Rusiya 3 illik müharibədən sonra hörümçək toru əməliyyatına cavab olaraq hərbi aviabazalarında qoruyucu qurğuların tikintisinə başlamış ola bilər.